Nauru işğal olunmuş Abxaziya və separatçı Cənubi Osetiya ilə diplomatik münasibətləri ləğv edib. Qərara Gürcüstanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Qeyd olunub ki, bu addım beynəlxalq hüquq normalarına hörmət və riayət olunmasının sağlam beynəlxalq münasibətlərin əsası olduğunu bir daha təsdiqləyir. Gürcüstan Nauru Respublikası ilə diplomatik əlaqələr qurmağa və qarşılıqlı maraqlar əsasında iki tərəfli əməkdaşlığı fəallaşdırmağa hazır olduğunu bildirib. Odlu silah və hərbi sursatın qanunsuz satışı faktı üzrə xarici ölkənin 3 vətəndaşı saxlanılıb. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə saxlanılanlar xaricdə fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin şəbəkə üzvləridir. Həbs Tbilisidə cinayət başında reallaşıb. Şəxsi axtarış avtomobil və müvəqqəti yaşayış evinə baxış zamanı satış üçün hazırlanmış qanunsuz odlu silahlar, hərbi sursat, ehtimal olunan narkotik vasitələr və elektron cihazlar maddi sübut kimi götürülüb. Beynəlxalq cinayət şəbəkəsinə cəlb olunmuş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün istintaq davam edir. Külli miqdarda saxta valyutanın satılması ittihamı ilə 2 şəxs saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi mənfəət əldə etmək məqsədi ilə Acariya bölgəsində 20.500 dollar məbləğində saxta 100 və 50 dollarlıq əskinazlar satıblar. Cinayətin üstü Maliyyə Nazirliyinin istintaq xidməti tərəfindən Samegrelo Zemosvaneti vilayət prokurorluğu ilə koordinasiyalı şəkildə açılıb. Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Mixail Saakashvili tərəfdarlarından Vahid Milli Hərəkat üçün vəsait toplamağa xahiş edir. Facebookda paylaşdığı postda o bank hesab nömrəsini də göstərərək bildirib ki, Milli Hərəkat xalq tərəfindən yaradılmış partiyadır və insanların maliyyə dəstəyi mütləqdir. Sabiq prezidentin sözlərinə görə bu vəsaitin qurultayın keçirilməsi, regionlara səfərlər, habelə siyasi məhbusların və onların ailələrinin dəstəklənməsi üçün lazımdır. Xatırladaq ki, Milli Hərəkat qurultay üçün vəsait toplanması ilə bağlı rəsmi bəyanatı da dünən yayıb. Məsələ siyasətçilər tərəfindən müxtəlif münasibətlərə səbəb olub. 7 noyabr Mixail Saakashviliyə qarşı qaldırılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda ittiham tərəfinin sübutları müzakirə olunub. Tərəflər Badri Patarkatsishvilinin gizli səs yazısını araşdırıblar. Məhkəmədə də təqsirləndirilən keçmiş prezident siyasi bəyanatlar verərək zalı tərk edib. Bu iş üzrə Saakashvili ilə yanaşı onun hakimiyyətinin daha 4 keçmiş yüksək vəzifəli şəxsi Gigi Ugulava, David Kadzeraşvili, Vano Merabishvili və Zurab Adeyishvili təqsirləndirilir. 2022-ci ildə Qudaur yaxınlığında xilas etmə əməliyyatı zamanı faciəvi şəkildə həlak olanların xatirəsi bu gün yad edilib. Hadisədən 4 il ötür. Din xadimləri həlak olanların ruhuna dualar oxuyublar. Daxili İşlər Nazirliyi və Sahiyyə Nazirləri hadisə yerindəki mega abidənin önünə əklil qoyublar. Faciəvi hadisə 2022-ci il iyulun 29-da Qudaur yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində baş vermişdi. Kabinada olan 8 nəfər sərhəd polisinin pilotları, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasediciləri və həkimlər həlak olmuşdu. Tbilisidə qəzalı binaların yenilənməsi proqramının icrası davam edir. İyosevice küçəsi nömrə 71 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının yerində yenisi tikiləcək. Məsələ paytaxt hökumətinin iclasında müzakirə olunub. Qeyd edilib ki, binanın 4 dərəcəli qəzalılıq vəziyyəti var və bu tam söküntü tələb edir. Binada yaşayan 45 ailə investorla birgə bələdiyyəyə müraciət edib. Tikinti müddətində sakinlər kirayə mənzillərlə təmin olunacaq. Layihə isə Tbilisi İnkişaf Fondu və özəl sektorun tərəfdaşlığı ilə həyata keçiriləcək. Tel-Avivdə təbii fəlakətin nəticələrinin ləğvi və profilaktik tədbirlər həyata keçirilir. Tel-Avivsxevi çayının yatağının və şəbəkə axını saxlayan qurğuların təmizlənməsi davam etdirilir. Paralel olaraq sahil bərkitmə qabyonları quraşdırılır. Məqsəd təbii fəlakətlərdən mühafizəni gücləndirmək və riskləri azaltmaqdır. İşləri Avtomobil Yolları Departamenti həyata keçirir. Elm və Təhsil Naziri Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyənin Gənclər və İdman Naziri ilə görüşüb. Tərəflər ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə müzakirə ediblər. Əsas diqqət birgə yay düşərgələrinin təşkilinə, gənclər mərkəzləri arasında əlaqələrin genişləndirilməsinə və qrant müsabiqələrinin keçirilməsinə yönəldilib. Kutaisi Beynəlxalq Hava Limanının fəaliyyət spesifikası və təhlükəsizliyi məqsədi ilə növbəti təlim keçirilib. Təlimdə təyyarənin qəza enişi, sərnişinlərin təxliyəsi, yanğının söndürülməsi və digər xilas etmə tədbirləri simulyasiya edilib. İkinci ssenariyə əsasən isə hava limanı ərazisində partlayıcı qurğu barədə daxil olunan məlumata reaksiya verilib. Təhlükə qiymətləndirilib və zərərləşdirmə işləri aparılıb. Belə təlimlər Beynəlxalq Mülki Aviasiya Təşkilatı tələblərinə uyğun olaraq müntəzəm təşkil edilir.
Tbilisdə Avropa Taekwondo İttifaqının nümayəndələri ilə görüş keçirilib. Görüşdə 2027-ci ildə Gürcüstanda yeniyetmələr arasında Avropa çempionatının keçirilməsi imkanları müzakirə olunub. Paralel olaraq böyüklər arasında olimpiya çəki kateqoriyalarında Avropa turnirinin təşkili də planlaşdırılır. Yarışlarda 1000-ədək idmançı iştirak edəcək və hər iki turnirə Tbilisi ev sahibliyi edəcək. Yekun qərar Avropa Taekwondo İttifaqının növbəti idarə heyəti iclasında veriləcək.